Göygöl rayonunda Rumıniya Milli Gününə həsr olunan folklor gecəsi təşkil edilib. Tədbir Göygöl rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə keçirilib. Tədbirdə çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonda müxtəlif ölkələrin mədəniyyətlərinə dair layihələrin reallaşdırıldığına diqqət çəkib. Rumıniyadan olan ansamblın Göygöldə çıxışının multikultural dəyərlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Bu kimi tədbirlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyini deyib. Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasiliy Suar çıxışında dinamik inkişaf edən Rumıniya-Azərbaycan dostluq əlaqələrinə toxunub. Mədəni əməkdaşlığın xalqları daha da yaxınlaşdırdığını söyləyərək bu konsertin Rumıniya Milli Gününə böyük töhfə olduğunu diqqətə çatdırıb. Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Приехали в Göygöl с подарком. Göygölə hədiyyə ilə gəlmişik. Bizdə Rumıniya Milli Günü keçirilib. Bu il bu bayramı xüsusilə qeyd edirik. Konsert proqramına Sumqayıt şəhərindən başladıq. Daha sonra Buxarestdə və Bakıda, bugün isə Göygöldəyik. Niyə Göygöldə? Ona görə ki, burada 2-ci Dünya müharibəsində iştirak etmiş 106 Rumun əskərinin məzarı var. Bir digər məsələ isə Rumıniya və Azərbaycan arasında olduqca yüksək səviyyədə dostluq və diplomatik münasibətlər qurulub. Biz bu mədəni tədbirlərlə bir daha mesaj vermək istəyirik ki, iki ölkə arasında nəinki siyasi, iqtisadi sahələrdə, hətta mədəni sahələrdə də yüksək münasibətlər qurulub. Bu cür tədbirlər iki xalqı daha da yaxınlaşdırır. Rəsmi hissədən sonra Rumıniyanın Fokşani şəhərinin Tara Françeyi peşəkar folklor ansamblının ifasında Rumın rəqsləri, milli musiqiləri və ənənəvi geyimləri təqdim edilib. Rayon Mədəniyyət Mərkəzində keçirilən konsert proqramı Rumıniya folklorunun zəngin mədəni irsini tanıtmaq məqsədi daşıyıb. Konsert proqramı təxminən 2 saata yaxın davam edib. Tara Françeyi ansamblının hər bir çıxışı rayon ictimaiyyəti tərəfindən maraqla və alqışlarla qarşılanıb. Bənzər mədəni tədbirlərin bundan sonra da davam edəcəyi bildirilib.